Dostlar salam, bugün sizə çox vacib iki məlumat verəcəm. Bir, imtahanlarda iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin saytından mütləq qeydiyyatdan keçin. Düzdür, martın 5-nə qədər vaxtınız olsa da qeydiyyatı son günə saxlamayın. Dünyanın işini bilmək olmaz, vaxtında qeydiyyatdan keçin. Çox bəsitdir. Sadəcə dim.gov.az saytına daxil olursunuz. Orada abituriyentlər üçün 11 illik təhsil, 9 illər üçün də ayrıdır, 11 illər üçün ayrıdır. Müvafiq bölməyə daxil olursunuz. 2 dənə punkt var. Onları işarə edirsiniz. Aşağıda Azərbaycan dili və ingilis dili. Çox adam zaten ana dilində təhsil imtahan verəcək və xarici olaraq da ingilis dili seçir. Yəni digər şeyə toxunmursunuz. Sadəcə birinci və ikinci punktları işarə edirsiniz və ərizəni təsdiqləyirsiniz. Bəzi şagirdlərdə şəxsi kabinetə daxil olarkən problemlər yaranır. Çox güman ki, ya qeydiyyatdan keçməmisiniz, şəxsi kabinet ya yaradılmayıb. Yaradılıbsa da parolu unutmuşsunuz. Parolu unutmuşsunuzsa şəxsi kabineti birinci dəfə yaradarkən bu adətən 9-cu sinifdə imtahanlarında olur. 9-cu oxuyarkən baş verir. Orada deməli qeydiyyatdan keçdiyiniz e-mail ünvanınızı və yaxud ki telefon nömrənizi, öz telefon nömrəniz, atanız, ananız kimin telefon nömrəsindən qeydiyyatdan keçmişsə onu daxil edəcəksiniz və həmin nömrəyə və yaxud da ki e-mailə bərpa kodu gələcək, doğrulama kodu gələcək və onunla yenidən qeydiyyatdan keçib şifrənizi, parolunuzu dəyişdirin. İkinci vacib məqam, imtahanlara 2 həftədən də az müddət qalıb. Həyəcanlanmağınız, stresli olmağınız normaldır. Heç həyəcan yoxsa bu da anormaldır, çoxsa bu da anormaldır. Az miqdarda olması. İndi bu sözləri mən qəbul imtahanını 2009-cu ildə 17 il əvvəl vermişəm. 17 ildən sonra bunları demək mənim üçün təbii ki, çox rahatdır. Amma inanın ki, gözlədiyiniz qədər, düşündüyünüz qədər çətin, wow bir şey deyil. Və yaxud da ki, həyatınızın dönüm nöqtəsi də o imtahan deyil. Vacib bir andır, vacib bir mərhələdir, keçmək lazımdır. Ümid edirəm ki, hər biriniz istədiyiniz nəticələri əldə edəcəksiniz, istədiyiniz universitetə, fakültəyə daxil olacaqsınız. Nə olacaqsa xeyirlisi olacaq, bundan əmin olun. Sadəcə bu son 10 gündə maksimum dərəcədə təkrarlara vaxt ayırmağa çalışın. Qaydaları, düsturları, çoxlu testlər eləməyə çalışın. Amma normadan artıq özünüzü yormayın. Çünki imtahan anında sizə enerji lazım olacaq. Normadan daha çox enerji. Yəni bu sınaq imtahanına bənzəmir. Sınaq imtahanına getdiyiniz gün sərf elədiyiniz enerjidən daha çoxu sizə lazım olacaq. Daha çox diqqət, fokus lazım olacaq. Yəni belə deyim də 11 il ərzində oxuyub əldə elədiyiniz məlumatlar, biliklər, nəticələr o son bir həftədə, son bir gündə, son 3 gündə ciddi bir irəliləyiş zaten əldə eləmək çox çətin məsələdir. Yəni birdən-birə 100 bal artırmayacaqsınız. 20 bal, 30 bal, 40 bal ola bilər. Amma son günə qədər, gecə imtahan gününə qədər, səhərə qədər oxuyun, çalışın falan ehtiyac yoxdur. Əksinə sizə imtahanda zərər verəcək. Ən yaxşısı imtahanda 2-3 gün qalmış heç nə oxumayın, tamamilə istirahətə vaxt ayırın. Heç olmasa imtahandan 24 saat əvvəl bütün təhsillə bağlı əlaqənizi kəsin. Və bu son 2 həftədə, 1 həftədə, 10 gündə də maksimum dərəcədə çalışmayın. Necə gəlmisinizsə indiyə qədər normal tempinizdən davam edin. Və çox vacib bir nüans odur ki, imtahanda yeni bir sual həll eləmə strategiyası tətbiq eləməyin. Yəni 11 il ərzində öyrəşdiyiniz, vərdiş etdiyiniz strategiya nədirsə və o sizi qane edirsə, elə o ilə də davam edin. Çünki siz 11 il ərzində tətbiq eləmədiyiniz yeni bir taktika, sual həll eləmə taktikası ola bilər, strategiya ola bilər. Onu imtahanda tətbiq eləsəniz, beyin o şeyi birinci dəfə tətbiq elədiyinə görə biraz normadan daha çox həyəcan, təşviş yarana bilər və daha çox enerji sərf edəcək. Burası çox vacib, daha çox enerji sərf edəcək. Və sizə imtahanda əlavə enerji havası kimi lazımdır. Ona görə hansı qaydada gəlmişsə, o qaydada da tətbiq eləyin. Əgər tətbiq elədiyiniz metoda ciddi bir sıxıntı yoxdursa, heç bir dəyişiklik eləmədən sakit qalmağa çalışın. Az da olsa həyəcanın, stresin faydası da var. Son 2 həftədə çalışın, maksimum dərəcədə istirahət edəsiniz. Beyniniz, fiziki yorğunluğunuz, ruhi yorğunluğunuz, psixoloji yorğunluğunuz biraz çıxsın, enerji qazansın ki, o imtahanla enerjidə maksimal nəticəni əldə edə biləsiniz.